Salam değerli tələbələr. Bugünkü mövzumuz əvəzlik. Pronoun əvəzlik bölməsidir. Ümumiyyətcə əvəzliyin bir neçə növü var. Şəxs əvəzliyi, obyekt əvəzlik, isimli əvəzlik, isimsiz əvəzlik, qayıdış əvəzliyi, işarə əvəzliyi. Burada obyekt əvəzliyi. Şəxs əvəzlikləri I, mən, you, sən, he, o, yəni kişi cinsi. Yəni burada Akifdən söhbət getsə, Adildən söhbət getsə, yəni kişilərə. She, qadın cinsi, yəni Aygün, Adilə, Nəzrin. It, o, orta cins, yəni kitabdan söhbət gedə bilər, ağacdan, yəni orta cins deyəndə subyektdən, insandan başqa bütün varlıqlar. We, biz, you, siz, they, onlar. Obyekt əvəzliklər me, məni, mənə, you, səni, sənə, him, onu, ona, kişi cinsi, her, onu, ona, qadın cinsi, it, onu, ona, orta cins, us, bizi, bizə, you, sizi, sizə, them, onları, onlara. İçərisindəkilər bunların deyilişli birinci formaları yazılışı hamısında. İsimli əvəzliklərə keçdik. İsimli əvəzliklər my, mənim, your, sənin, his, onun, her, onun qadın cinsi, it is, onun orta cins, our, bizim, your, sizin, their, onların. İsimsiz əvəzliklər mine, mənimki, yours, səninki, his, onunki, hers, onunki qadın cinsi, burada kişi cinsidir. It is, onunki orta cins, ours, bizimki, yours, sizinki, theirs, onlarınki. Myself, mənim özüm, yourself, qayıdış əvəzliklərinə başladıq. Yourself, sənin özün, himself, onun özü, kişi cinsi, herself, onun özü, qadın cinsi, itself, onun özü, orta cins, ourselves, bizim özümüz, yourselves, sizin özünüz, their selves, onların özləri. İşarə əvəzlikləri this, bu, that, o. Yəni this, bu, that, o. Those deyilişinə baxın. Bu, those, o. Yəni zaten bunların ikisi də eyni məna verir. Düzdürmü? Sualınız 100% bu sual yaranıb. Deyə bilərsiniz ki, bəs müəllim bunların fərqi nədir? Yəni zisdən, zətdən sonra, bunlardan sonra tək isim gəlir. Tək isim. Baxsaq görərsiniz this book, that book. Amma those-la bundan sonra isə isim cəmdə gəlir. Cəm, isim. Məsəl üçün those books, bu kitablar, those books, o kitablar. İlkin məsləhətim ondan ibarətdir ki, ancaq əvəzlikləri əzbərləmək və düzgün tələffüz etmək. Uğurlar.